Proqramımızın müsahibə bölümünə geçirik. Nəzərinizə çatdırmaq istərdim ki, bugünkü müsahibə bölümümüzün qonağı Doktor Ağalar Məmmədov və Doktor Əli Əliyevdir. Bilmirəm, xət. Səs var, biz Bəli. Alo. Bəli, səs var, buyurun eşidir. Salam. Bağışlayın, kimlə görüşürəm? Mən Səttaram, sizin səsinizi eşidirik. Bəli, o düyməni. Həm yanımda sizi eşidirlər. Salam Səttar bəy. Həm də Ağalar bəy də burada sizi eşidirlər. Çox gözəl. Hamınızı salamlayıram və bizim studiyamızda müsahibə bölümünə qatıldığınıza görə ilk öncə təşəkkür eləmək istəyirəm. Ondan sonra çox istərdim ki, Ağalar bəy Məmmədov və Əli bəy Əliyev özlərini ilk öncə bizim dinləyicilərimizə bir təqdim eləsinlər. Ondan sonra bu ana dili mövzusunda danışıqlarımızı davam edərdik, zəhmət olursa. Əli bəy, buyurun. Əli Əliyev. Bəli, salam. Salam eşit. Azərbaycan Milli Elmlər Akademiyası Fəaliyyət Mühərririyyətinin əməkdaşıyam. Həmimizdə 23 ildir ki çalışıram. Mənim işim ondan ibarətdir ki, ana dilimizdə yazılan abidələri orta əsrli yüzilliklərdən üzümləri, yəni 20-ci yüzilliyin əvvəlinə qədər köçürülmüş qədim əl yazma kitablarımızın tədqiqi, araşdırılması və onların nəşri hazırlanıb bugünkü oxuculara, soydaşlarımıza çatdırılmasıdır. Bu mənada bugün bizim yazılı irsimizin toplandığı xəzinədə xeyli yazılı adilər saxlanır ki, bunlar çox böyük həmin yazılı adların əhəmiyyəti var ki, onlar soydaşlarımıza çatdırılsın. Çox gözəl. Bir daha sizi salamlayıram Əli bəy. Bizlərə qatıldığınıza görə sizə təşəkkür etmək istərdim. Bu ana dili ilə əlaqədar bir mövzunu açmaq istərdik. Siz artıq mövzunu başladınız. İlk öncə bilmək istərdim ki, bu beynəlxalq ana dili gününün əhəmiyyətindən bizə fikirlərinizi deyərdiniz. Bu çox əlamətdar bir hadisədir ki, bugün ana dili dünyada qeyd olunur və bizim xalqımız da öz ana dilimizi qoruyub, saxlayıb, tarix boyu və onu hər bir vətəndaşımız, hər soydaşımız onu yaşatmalıdır, qorumalıdır və bacardıqca dilə öz töhfəsini verməlidir. Yəni, birinci növbədə vətəndaş olaraq hər birimiz ana dilimizi sevməliyik, onu öyrənməliyik və öyrətməliyik övladlarımıza və yaxud da ətrafımızda olan insanlara. Harada yaşamağımızdan asılı olmayaraq, vətənimizdən uzaqlarda da olsa bizim borcumuz budur ki, o dili yaşadaq və gələcək nəslə ötürək. Ana dili bugün Azərbaycanın həm güneyində, həm kuzeyində, yəni bizim soydaşlarımız danışır. Ancaq həm güneydə, həm kuzeydə fərq ondan ibarətdir ki, baxmayaraq ki, kuzeydə bizim ən qədim yazılı abidələrimiz, ana dilli abidələrimiz elə güneydə yaranıb. Deyək ki, Yusuf Züleyxa 13-cü yüzillikdə yaranıb. Mən miladi tarixini deyirəm bunu. Yusuf Züleyxalar yaranıb. Mustafa Zərrin Şərqi Anadolu'da Yusuf Züleyxası yaranıb. Həsənoğlu, şair Həsənoğlu'nun qəzəli bizə çatıb. Yəni, bunları deməkdə məqsədim odur ki, ana dilli abidələrimiz güneydə yaransa da, ancaq güneydə bizim ana dilimiz bugün, yəni bizim istədiyimiz səviyyədə öyrənilmir. Buna daha doğrusu baskı var. Buna imkan verilmir, şərait yaradılmır. Şimdi nə dərəcədə asılı olmağından asılı olaraq kuzeydə isə bu kifayət qədər öyrənilib. Yəni bizim ana dilimizin qrammatik tərəfi, onun fonetikası, leksikası, morfologiyası öyrənilib. Və istərdik ki, bu yəni arzumuzdur bizim bir Türk olaraq, yəni millətimiz ana dilimizi elmi şəkildə öyrənsin. Harada yaşamağımıza asılı olmayaraq onu biz məktəbdə balalarımız öyrənsin.
və onu yaşasınlar. Əli bəy, bugün bu siyasi tərəfinə baxsaq, bu güneydə yaşanan mövzunun deyəlim, fars şovinist hakimiyyəti tərəfindən Azərbaycan dilinin ədəbi dil olmadığına görə hardasa rəsmiləşdirməməsi və bir sürü problemlər yaşanması fikri irəli sürülür. Mən bu barədə də fikrinizi bilmək istərdim. Bu nə qədər əsaslı bir fikirdir? Güneydə dilimizin öyrənilməsinə bizim soydaşlarımızın tam haqqı var. Çünki burada ilk ana dilində olan bizim mətbu orqanımız, çap əsərimiz elə güneydə yaranıb. Bildiyiniz kimi 19-cu yüzün əvvəlində Abbas Mirzənin təşəbbüsü ilə orada çap təzgahları gətirilir. Dilimiz üçün kifayət qədər tarixən imkanlar olub. 19-cu yüzillikdə ana dilində kitabların yazılması çapı üçün. Ancaq çox təəssüf ki, bu getdikdə sonraki yüzillikdə, 20-ci yüzillikdə bu sönüküb, bunun qarşısı alınıb, imkan verilmir ki, dilimizdə kitablar çap olunsun və yaxud da məktəblərdə öyrənilsin. Əlbəttə, haqq qazandırmaq olmaz buna. Yəni, bu bizim haqqımızdır, hüququmuzdur ki, öz dilimizdə Kuzey kimi, güneydə də biz öz dilimizdə oxumalıyıq. Bizim qəzetlərimiz çap olmalıdır, bizim kitablarımız çap olunmalıdır. Balalarımız məktəblərdə ana dilində oxumalıdırlar. Bu bizim haqqımızdır. Biz başqa bir şey istəmirik ki, öz haqqımızı istəyirik. Çox düz buyurursunuz Əli bəy. Əziz dinləyicilərimiz, nəzərinizdə çatdırmaq istəyirəm ki, müsahibəçimiz Əli bəy Əliyevdir, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı. Studiyamızın telefon nömrəsi 031 335 12 53-dür. 53 və 54. Və bildiyimə görə 53 hal-hazırda boş xəttədir. İstədiyiniz vaxt atıla bilərsiniz. Əli bəy, icazənizlə başqa bir sual da verərdim. Bu Güney Azərbaycanda dil probleminin həllini nə də görürsünüz? Yəni bu millətimizin danışma, yazma və məktəblərin açılması neçə illərdir sürür və bu hansı həddə qədər belə davam edəcək və bu problemlərin çözümünü siz nədə görürsünüz? Sözsüz bu bizim arzumuzun, istəyimizə uyğun olaraq hərəkət başlanıb. Çünki təxminən 20 il, 25 il bundan qabaq bəlkə də daha çətin idi. İndi mən bilən güneydə bu səpkidə işlər gedir. Yəni insanların istəyi var ki, ana dilində kitablar çap olunsun. Hər halda bu rəsmi tərəfi olmalıdır. Rəsmi tərəfi olmaqsında yəni məktəblərin açılması, digər bizim ana dilimizin inkişafına bağlı bu həyata keçirməliyik. Hər halda bunu biz tələb eləməliyik. Heç bizim əvəzimizə bunu həyata keçirməyəcək. Bunun bizim özümüzdən asılıdır. Tələb etməsək, heç bizə verməyəcək. Haqqımızı heç bizə verməyəcək. Alo? Əli bəy? Bəli. Bəli. Sizə çox təşəkkür edirəm bugünkü müsahibəyə görə. Dinləyicilərimizin də nəzərinə çatdırmaq istəyirəm ki, Yotoborda yaşayan həmvətənlərimiz Əli bəy Əliyev və Ağlar və Məmmədovla bugün saat 18:00-da Angrid Centrumda Blostelle'də danışıqlarına qatıla bilər, konferansına qatıla bilər. Ona görə də mən Əli bəy Əliyevlə hələlik vidalaşıram. Çünki biz bir neçə saat sonra yenə də görüşüb danışıqlarımızı mütləq davam edəcəyik. Güləzibdə səslənir. Güləzibdə səslənir. Studiyamıza zəng gəldi. Əli bəy? Bəli. Hə.
Təşəkkür edirəm. Sizlə hələlik vidalaşırıq. İndi isə icazə versəydiniz, mən müsahibəni doktor Ağalar bəy Məmmədovla davam edərdim. Alo. Bəli. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Ağalar bəydir. Bəli, eşidirəm. Hər vaxtınız xeyir Ağalar bəy. Bizlərə qatıldığınız üçün çox təşəkkür edirəm sizlərə. Zəhmət deyilsə, bir balaca öz haqqınızda bizə məlumat verərdiniz. Dinləyicilərimizin də biraz bilgisi olardı. Təşəkkür etdim. Deməli, mən fəlsəfə doktoruyam. Elmlər Akademiyasının fəlsəfə isim elm əməkdaşı və Xəzər Universitetinin fəlsəfə departamentinin müdürüyəm. Buyurun. Çox gözəl. Əziz dinləyicilərimiz, nəzərinizə çatdırıram ki, siz Gün Azərbaycan Səs Radiosunu dinləyirsiniz. Studiyamıza sual vermək istəyənlər yenə də zənglərini davam edə bilərlər. Ağalar bəy Məmmədovla müsahibəmizi davam edirik və Ağalar bəydən rica edərdim ana dili günü münasibəti ilə düşüncələrinizlə bizlə paylaşasınız və bu beynəlxalq ana dili gününün əhəmiyyəti barəsində bizlə fikirlərinizi paylaşasınız. Deməli, dünyada indi 4000-dən çox, 5000-ə yaxın dil var. Ancaq sayılara görə, bu gözləntilərə görə yaxın 50-100 il içində bu dillərin sayı 1000-ə enəcək. Tam alıdır. Elə haqlar, onların ki, yazılı mətinləri yoxdur. O haqların görülüb səsində gəlməsi o dillər yoxa çıxacaq. Az sayıda dil qalacaq. Bunun başqa bir tərəfi də dil assimilyasiyasıdır. Ağalar bəy, səsiniz biraz pis gəlir, kəsi gəlir. Ona görə sizi tam anlamaq biraz çətin olur. Təzədən deyim. Buyurun, çox gözəl olardı. Deməli, indiki dil ya da 4-5 min civarında dil var. Bəli. Ancaq gözləntilərə görə yaxın 50-100 il içində bu dillərin sayı olduqca azalacaq, 1000-ə qədər düşəcək. Bu böyük bir təhlükədir. Yəni bu təhlükənin də yaradan səbəbi odur ki, az saylı xalqlar dirilib gedəcəklər yer üzündən və o dili danışan xalqlar olmayacaq. Azərbaycan dilinin belə bir təhlükəsi varmı? Mən Azərbaycan dilinə gəlmək istəyirəm, daha doğrusu Türk dilinə, ana dilimizə gəlmək istəyirəm. Buyurun. Bizi dünyadakı bu qədər dilin içində rəsmiləşmiş 200-ə yaxın dil var. Dünyada müstəqil dövlətlərin sayı qədər rəsmiləşmiş dil var və bunlardan biri də bizim ana dilimiz. Bəli. Yəni, bütün bu dünyadakı dil mənzərəsinə baxsaq, Bəli, eşidirəm. Bütün dünyadakı o dil mənzərəsinə baxsaq, biz o qədər də təhlükə ilə üzbəyüz deyilik. Azərbaycan dili, ana dilimiz, Türk dili bu var və bu onun yazılı mətni var və daha da böyük bizim o sevincimiz ondadır ki, biz bu dildə yaradıcılıq eləyirik. Şeirlər yazırıq, romanlar yazırıq, elmi əsərlər yazırıq. Bu dilin, Əli bəyin də bayaq dediyi kimi, bu dilin qrammatikasını öyrənirik, elmi baxımdan araşdırırıq. Yəni, Azərbaycan dili üçün belə bir ölüm təhlükəsi yoxdur. Ölüm təhlükəsi yoxdur. Söhbət ondadır ki, indi bəzi şovinist xalqlar ya da şovinist siyasət belə dilləri sıxmağa çalışır, onları boğmağa çalışır. Amma bundan arxayın olmaqla dil belə şəkildə yox ola bilməz. Heç bir dil bu şəkildə yox olmur. Yəni o ölü dilə çevrilmir. Ölü dilə çevrilməsi üçün ya gərək o xalq yer üzündən silinsin ya da o xalq başqa dildə danışmağa başlasın.
İki halda Azərbaycan xalqı 50 milyona yaxındır və bu 50 milyonluq xalqı yer üzünə silmək olmaz. Digər bir tərəfdən bu xalq öz dilini sevir, öz dilində danışmaqdan həzz almaq lazımdır, ləzzət almaq lazımdır və biz bunu bacarırıq da, bu dilə vurğunuq da. Buyurun. Ağalar bəy, sualınıza konkret olaraq cavab verməyə çalışdım ki, yəni beynəlxalq ana dili günündə bunları demək, yəni hər bir dil ana dilidir, bütün dillər dünyada ana dilidir və bizə də anamız nə qədər əzizdirsə, dilimiz də o qədər əzizdir. Dil əvəz edilməzdir. Ana əvəz edilməz olan kimi dili də əvəz eləmək mümkün deyil. Buyurun. Çox sağ ol. Ağlar bəy, sizin dinlədikdən sonra mənim özümdə belə bir sual yarandı. Bakının ətrafında məsələn, bir məsəl deyək, Bakının ətrafında bu azlıq təşkil edən bəzi millətlər var deyəlim ki. Əslində onlar asimilləşmişdirlər, yəni onlar özlərini Azərbaycanlı bilirlər. Amma onların da vaxtı ikən, bilməm 30 il, 40 il əvvəl həqiqətən də çox işlənən dilləri olub. Həmin bu tatları götürək, həmin Suraxan bölgəsini götürək məsələ və yaxud bu Mərdəkan ərazisində onların da özünə məxsus bir dilləri olub, hansı ki artıq bu yeni nəsildə demək olar ki o dil heç işlənmir, bunlar artıq ancaq Azərbaycan dilində danışıb və asimilə olublar. Bunlara öz dilləri də, məsələ baba dilləri artıq aktual deyil bunlar üçün. Bilmək istərdim ki, sizin düşüncənizə görə Güney Azərbaycanda belə bir təhlükə varmı? Mən bayaq da dedim, bizim dilimiz üçün belə bir təhlükə yoxdur. Güney Azərbaycan nəzərdə tuturam bəy. Çox saylı xalqıq. İkincisi də biz məsələn Qazaxlar kimi deyilik. Mən məsələn Türkiyədə təhsil almışam, orada Qazax tələbələr gəlirdilər və biz belə çox qəribə olur. Onlar üç dili, xarici dil olaraq, yabancı dil olaraq Qazax dilini öyrənirdilər. Yəni onlar Rusça danışırlar, Qazax dilini bilmirdilər. Yəni Qazax Türkçəsini belə deyək. Onu bilmirdilər və onu Türkiyədə öyrənməyə çalışırdılar. İndi bizim üçün belə təhlükə yoxdur. Biz çünki öz dilimizi bilirik və öz dilimizdə araşdırmalar aparırıq, öz dilimizi yazırıq. Ancaq sizin yəni bizim üçün belə bir təhlükə yox. Amma sizin o sualınıza baxanda bu təhlükə var. Məsələn, tutaq ki, Lahıçlar Azərbaycanda yaşayan az saylı xalqdır və o az saylı xalqın dilini qorumaq özü ilə yanaşı yox. Həm də onun dilini qorumaq Azərbaycan xalqının da Azərbaycandakı aparıcı qüvvə olan türklərin siyasi hakimiyyətinin vəzifə borcudur. Yəni biz şovinist olmadığımız üçün onların dillərini də özləri ilə yanaşı qorumalıyıq. Bu doğrudur. Ancaq o sizin verdiyiniz örnəklərdə o Sovet dövrünə denk gəlir. Onun məsuliyyəti artıq bizim deyil. O bilirsiniz ki, Sovet dövründə bizim öz dilimiz üçün təhlükə vardı. Yəni Rus dili sevdirilirdi, Rus dili insanlar vəzifəyə gətirilirdi, onlar daha mədəni sayılırdı. Yəni bu dilərəkdən bu dilə xüsusi bir önəm verirdilər, öncəlik verirdilər. Bu təhlükə bizim özümüz üçün də vardı. Yəni o indi sizin verdiyiniz örnəklərdəki o dil asimilyasiyasının suçu bizdə olmuyor. Amma bu gün onlar əgər öz dillərində yazmaq, öz dillərində qədet buraxmaq, kitab söyləmək, yazırsa Azərbaycan siyasi hakimiyyəti buna qətiyyən etiraz eləməz. Biz çox kültürlülüyün tərəfdarıyıq və özümüz tarixən bu cür şovinizmlə üzləşdiyimiz üçün bilirik, o acını, ağrını bilirik. Ona görə mən qəti olaraq bu ülkədə deyiləm. Sadəcə mənim bilmirəm nə qədər vaxtım var, o bir təklif vermək istəyəm, dünən də seminarda dedim. Ağalar bəy, üzr istəyirəm, yanılmıramsa studiyamızda zəng var. Buyurun, buyurun. Alo. Buyurun. Zəhmət olmasa özünüzü təqdim edin. Yəni, çox xoş olurdur ki, sizi təqdim edirəm, sizin qonaqları təqdim edirəm. Çox sağ olun. Mən sizin bir sual soruşam, sizin qonaqlarına bir sual soruşacağım. Səsim var, istəyirəm. Buyurun, eşidirik sizə. Mən Həmədan Türkündəyəm. Həmədandan gəlmişəm, Həmədandan danışıram. Həmədandan, bəli, buyurun. Biz istədik ki, Həmədan Türkləri fəaliyyətlərimizdə fəqət
sözdən. Yəni, ana bir tarihçiyə, gələkə ayrı siyasətləri də işləyək, ayrılıq sağacaqları da savunaq siyasi cəhətindən. Tamam. Sualınız aydındır. Təşəkkür edirəm sizi bizlərə qatılığınıza görə. Təşəkkür edirəm sizə buraxlarınızdan. Çox sağ olasın. Ağlar bəy, sualı aydın eşidə bildinizmi? Mən eşidə bilmədim sualı. Bu deyir ki, məsələ bu bizə qatılan həmvətənimiz Həmədanlıdır. Deyir ki, bizim bugünkü Güney Azərbaycandakı durumumuza görə fəaliyyətimiz bir tək dilin yaşanması istiqamətində fəaliyyət göstərməliyiz və yaxud bunun bir siyasi tərəfi də var. Yəni bu dilin yaşanması birbaşa siyasətə bağlı bir durumdadır Güney Azərbaycanda. Bu dil təkcə öz başına bir problemdir, yoxsa siyasi problemdir? Bəli. Bu sual ətrafında biz dünən də seminarda danışdıq. Bilirsiniz ki, bu məsələn Quzeydə bu hicab problemi var. Bir də bəli. Səsimiz mən olmuramsa texniki nasazlıqlara görə səsimiz qat oldu. İndi çalışarıq bir daha Ağalar bəyə qatılaq. Bu arada studiyamızdan Əmir bəydən rica edərdik bizə bir Azərbaycan... Açın akkışkaları, açın akkışkaları, havalar tək ürəyim dolğundur, quruyan dağlara yağmaq diləyir. Açın akkışkaları, havalar tək ürəyim dolğundur, quruyan dağlara yağmaq diləyir. Sel olub zalim evin yıxmağa axmaq diləyir. İldırım tək gecə bağrın yara şaxmaq diləyir. Günə baxmaq diləyir. Açın akkışkaları, mənə yox, qəfəsi qəmdə qənarilərə bir rəhm eləyin. Bir gülün solmasına solmamışam, qəlbimin dolmasına dolmamışam. Qorxuram tüstü çala gülxananı, açın akkışkaları. Açın akkışkaları, açın akkışkaları. Bir görüm ölkəm ala birləşən ellər necə olub? Küçələrdə yumruq tüsbürü bayraq olan ellər necə olub? Bizim ellər necə olub? Açın akkışkaları. Açın akkışkaları, bu ne evdir ki ışıqlıq yolu yoxdur. Bilmirəm qibləm ayandır, evimin sağ solu yoxdur. Biri bir şirdi düşüb dar qəfəs içrə çalışanmır. Ana istəkli balayla barışanmır. Açın akkışkaları, birini boğzu tutubdur danışanmır.